Binəqədidə yaxınlaşdım qəssaba ki, 1 kilo ət ver ailə üçün. Nə qədər elədim, pul götürmədi. Vallahi Allah köməyin olsun qardaşım. Kilo yarımdı qardaşım. Hətta 1 kilo yarım elədi. Kiçik də olsa, mən belə şeyləri işıqlandırmağı sevirəm. Nəyə görə? Çünki qardaşım, hər öz sahəsində əlindən gələn eləsə, çox gözəl olar. Qardaş, haqqı vallahi Allah razı olsun. Mən yenə də bunun pulunu verməyə hazıram ha, vallahi. Bax, bunu da o ailəyə verdi, bax. O ailəyə verdi. Qardaşım, Allah razı olsun. Sən oğulsan, oğul, kişisən. Kişisən, var ol. Allah ruzunuzu versin, götürün. Doldurun xaldenki bizi. Sağ ol, çok sağ olun. Allah can sağlığı. Qabı yuyan zat da aldım. Sağ ol. Götür bala, gəl. Deməli, orada bir dənə ət kəsən var idi, bir şey vardı, qəssab. O mat sənə göndərdi. Allah razı olsun. 1 kilo yarım da ət göndərdi sənə. Hə, birinci qızı yola salaq, gəl bura. Onda buradan qatar kimi düzülür, qatar kimi. Birinci sən, ikinci sən, üçüncü sən, dördüncü sən, beşinci sən. İndi gözlə, birinci nömrə kimdir? Gəl bura, çək. Ha bak, getdin. Sən getdin, sən getdin. Baksın bura, hamı baksın bura. Bir də ben çək.